Mətni yazı və dizayn baxımından oxunaqlı göstərmək üçün font variant CSS kodundan istifadə olunur. Bunu real layihələrdə çox vaxt istifadə etməmişəm. Ümumiyyətlə demək olar ki, heç istifadə etməmişəm. Index.html-də bu şəkildə div içərisində paragraf yazım və onun da içərisində span etiket var. İndi style.css-ə gəlirəm. Burada divə font variant olaraq normal yazdığım zaman default olaraq bu şəkildə gəlir. Əgər mən bura small caps yazdığım zaman, baxın burada bu şəkildə hərflər böyütdü. Hərflərin hündürlüyünü eyni nizamda yazmış oldu. Və əgər mən gəlib burada divə yox, spana small caps yazdığım zaman, baxın burada bunu biraz aralı yazıram. Baxın burada hərflər balaca belə olsa, paragraf yazısındakı hərflər balaca belə olsa, bu yazını belə deyək, balaca hərflərin nizamında yazmış oldu. İndi əgər mən gəlib burada RNR TV-ni böyük yazsam, baxın burada heç nə dəyişmədi. Niyə? Çünki burada all small caps yazdığım zaman, baxın RNR TV yenə də kiçilmiş oldu və kiçik yazılan hərflərin nizamında dizayn olunmuş oldu. Real layihələrdə bunu istifadə edib etməmək sizin əlinizdədir. Bu dərsimizdən də bu qədər. Gələn növbət dərsimizdə görüşənə qədər hələlik.